Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bu gün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct variant, düzgün variant seçin. Can of you offer your seat to the old man? Bildiyimiz kimi törəmələr ofla işlənmir. Ona görə anybody və anyone variantlarını çıxırıq. Cümləni tərcümə eləsək, can any of you offer your seat to the old man? Any qoysaq, sizin hər hansı biriniz öz yerinizi yaşlı kişiyə verə bilərsinizmi? Və yaxud təklif edə bilərsiniz. Burada eyni düzgün gəlir. Some isə uyğun gəlmir. Çünki bir neçə kimi tərcümə olunur. Ona görə D variantını çıxdıq. İkinci tərəfə baxsaq, there is place to sit on. Burada oturmağa yer yoxdur ki, məntiqlə belə tərcümə olmalıdır. Yəni no uyğun gəlir. Qrammatik cəhətdən baxsaq, törəmələr özündən sonra birbaşa isim tələb etmir. Ona görə anything uyğun gəlmir. Qrammatik cəhətdən də düzgün cavab olacaq Y variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha ətraflı dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkinə keçid edə bilərsiniz.